bu gecəni itirməyin, günü deyirəm sizə, nəyi də itirsiniz bu gecəni itirməyin. Əlavə bunu olaraq deyirəm, bu gecə əhya gecəsidir. Saxlamaq istəyənlər evlərində saxlayırlar. Bu bir, çox savab tapışır, verilib bu gecə əhyası. Adı Leylətur Rəğaibdir. O gecənin adını mələklər qoyub. Kim o 4-cü gün oruç tutsa və gecənin 1/3 keçəndən sonra, yerdə, göydə nə qədər mələk var, hamısı yığışacaq Kəbəyə. Allah o mələklərə üzün tutacaq, deyəcək, mələklərim, nə istəyirsiniz məndən? O mələklər cavab verəcək Allaha, bir dənə istəyimiz var səndən. Deyəcək, nə istəyirsiniz? Deyəcək, Allah, bu Rəcəb ayında oruç tutanları bağışla, onlar bilməyiblər. Allah mələklər ki, nə qədər mələk var. Siz onu bilin ki, bir dənə duamıza, bir dənə mələk amin desə, duamız qəbuldur. Bir dənə mələk amin desə, duamız qəbuldur. Mələyin duası, amini rədd olmur Allah qatında. Allah göydə, bilirsiniz göydə yerdə nə qədər mələk var? Allah hər torpağın dənəsi üçün bir dənə mələk yaradır. Allah hər ağacın yarpağı üçün bir dənə mələk yaradır. Allah göydən düşən hər damla üçün 2 dənə mələk yaradır. Nə görürsünüz aləmdə? Mələyin